Hər birinizi salamlayıram. Mən Kəmalə Poladova. Növbəti video ilə sizin qarşınızdayıq. Bugünkü bizim mövzumuz ümumiyyətlə nəsil karmasına aiddir. Nəsil karması bizim həyatımıza necə bir təsir göstərir və ya əgər həmin nəsildə hər hansı bir negativ inanc varsa, negativ düşüncə varsa, o bizim həyatımızı necə etkiləyir və biz bundan necə qurtula bilərik. Tövsiyə edirəm ki, bu videoya axıra qədər baxın, çünki çox dərin məlumatlar veriləcək, hər zaman olduğu kimi. Ümumiyyətlə, bizim nəslimiz olmasa, bizim ruhumuz bu dünyaya gələ bilməz. Nəyə görə? Çünki ruhun bu dünyada keçəcəyi hər hansı bir dərslər var, etapları var ki, onu nəslin gücü vasitəsilə eləyir. Yəni, nəsildən gələn həmin o enerji, nəsildən gələn kodlar, DNK vasitəsilə bizə ötürülən inanclar, düşüncələr bizim həyatımızı formalaşdırır. Bəzən hər hansı bir ruh, hər hansı bir nəsilə göndərilir ki, ya oranın xilaskarı olsun və yaxud da uzun illər davam edən hər hansı bir mənfi, belə deyim də, lənəti və yaxud da negativ enerjini dayandırmaq üçün və yaxud da dəyişdirmək üçün. Çünki əgər bu negativ enerji dəyişməsə, bu sizin övladlarınıza, nəvələrinizə keçə bilər. Lakin sual versəniz ki, bəs əgər mən bu nəsildən imtina eləsəm, o zaman necə olacaq? Çox təəssüf ki, bunu məsləhət görmürəm heç kəsə. Nəyə görə? Çünki nəsildən imtina etdikdə siz həmin nəslin mənfi enerjisindən savayı müsbət enerjisindən də imtina edirsiniz. Siz düşünə bilərsiniz ki, bəs mənim nəslimdə filan kəs pisdir, filan kəs kimisə haqqına girmişdi, filan kəs oğurluq eləmişdi, filan kəs kimisə ailəsini dağıtmışdı. Bu sizin sadəcə bildiklərinizdir. Amma bilmədikləriniz o qədər informasiya var ki, o qədər enerji var ki, əslində orada məsəl üçün kimsə həkim ola bilər, kimsə çox böyük bir kiməsə yaxşılıq etmiş ola bilər, kimsə bəlkə də kimisə həyata nə vaxtsa xilaskar edib və həmin o sizə axan müsbət enerjini də siz dayandırırsınız. Ona görə bunu etməyə ümumiyyətlə məsləhət görmürəm. Siz hər bir halda öz nəslinizi olduğu kimi qəbul etməlisiniz. Çünki bizim ruhumuz bu dünyaya gəlməzdən öncə bu nəsli seçib. Çünki bu nəsildən bizə DNK vasitəsilə ötürülən inanclar var. Bəzən bu özünü necə göstərə bilər? Baxın, insan yaşayır, hər hansı bir yeni bir layihə görmək istəyir, yeni bir proyekt görmək istəyir. Amma DNK vasitəsilə, yəni nəsildən ona ötürülən şuuraltı kodlar var, mənfi kodlar var ki, birdən iş görsən, alınmaz və sən biabır olarsan. Bəlkə nə vaxtsa sizin nəslinizdə kimsə hər hansı bir böyük layihəli bir iş görüb və həqiqətən də bu biabırçılıqla bitib. Və yaxud da çoxlu pulun olar, uşaqların xəstələnər. Bu da ola bilsin ki, hər hansı bir nəsildən gələn inanc və koddur ki, kimsə nə vaxtsa sizin nəslinizdə böyük pul qazanıb və övladı ya bu dünyadan köçüb və yaxud da ağır xəstəliyə duçar olub. Yəni, siz bəlkə də o insanı heç tanımırsınız və yaxud da bəlkə də siz o insan haqqında heç bir məlumatınız yoxdur. Amma bu DNK vasitəsilə sizin qanınızda axırdı, yəni artıq şuuraltı bir inanc kimi sizdə formalaşıb və sən bunu bir düşüncə olduğunun fərqində deyilsən, amma hər hansı bir yeni layihə açmağa, yeni bir işə addım atmağa qorxursan. Bunu yalnız siz mentorla işləyərək və yaxud da hər hansı bir kurslara gedərək orada artıq bunun fərqinə vara biləcəksiniz. Fərqinə varılan hər bir mövzu isə tez bir zamanda çözülür. Biz bunu hər zaman demişik. Və yaxud da, məsəl üçün, sizdə pul gəlişi ilə bağlı problemləriniz var. Yetərincə pul qazana bilmirsiniz. Müəyyən bir limit var ki, onu keçə bilmirsiniz və əgər siz valideynlərinizin, nənə babavızın
ağzından çıxan hər bir sözə diqqətlə qulaq assaz, görəcəksiniz ki, əslində sizin qorxularınızın kodları hamısı onlarda var. Yəni sizin qorxduğunuz hər bir şeyi sizin yaxınlarınız, xalalar olsun, biblər olsun, fərq yoxdur. Yəni sizin ətrafınızda olan və DNK vasitəsilə sizə yaxın olan insanlar sizə hər zaman bildirir və siz sanki eyni formatda və eyni düşüncədə olan insanlarsınız. Amma sən əgər öz düşüncəvi dəyişməsən və desən ki, hə bunlar belədir, onsuz da mənim də həyatım belə olacaq deyirsənsə, sən artıq bu siklı davam etdirirsən. Yəni bu sənin övladlarına keçir, övladlarından nəvələrinə keçir və s. Əgər bu siklı dəyişmək istəyirsinizsə və düşünürsüz ki, mən bunu necə dəyişim, necə eləyim, birinci bunun fərqinə varmaq lazımdır ki, hə mənim belə bir problemim var və mənim bu problemim mənim yaxınlarımın görürəm ki, onlarda da budur. Yəni bu nədirsə bizdə davamlı olaraq baş verir. Bunun fərqinə varmaq artıq 50% şəfalanmaq deməkdir. Daha sonra isə özlərinizdə yenə də işləmək və hər hansı bir mentora müraciət edə bilərsiniz, hər hansı bir kurslarda iştirak edə bilərsiniz ki, bunu saxlayasınız. Və əlavə olaraq da onu demək istəyirəm ki, bizim köklü dəyişim kursunda sırf nəsil təmizlənməsinə aid bir dua var. Çox güclü bir duadır və çox möhtəşəm nəticələr verən bir duadır ki, o bütün sizin nəslinizdə olan ağır enerjilərinizi, hər hansı bir lənət varsa lənəti, hər hansı bir qarğış varsa qarğışı, hər hansı bir mənfi kodlar varsa ki, sizin həyatınızı qabağa getməyə qoymursa, onların hamısını həmin o dua ilə qaldırırsınız. Yəni mən o duanı sizə təqdim edirəm və 40 gün ərzində siz hər gün, yəni bu duanı oxuyaraq bir kanal açılır, energetik kanal açılır və həmin kanal açıldıqda siz sanki bütün nəslinizi şəfalandırırsınız və özünüzlə birlikdə. Soruşsanız ki, bunu burada niyə vermirsən hal-hazırda? Çünki buna hazır olanlar var, hazır olmayanlar var. Və hazır olmayan ruhlara mən bunları versəm, biraz ağır keçə bilər. Yəni biraz ağır yük qaldırmış kimi özlərini hiss edə bilərlər. Biraz mənfi hisslər oyana bilər. Çünki o sadəcə dua ilə həll olunan məsələ deyil. Orada dua və bəzi sistemlər var, bəzi praktikalar, bəzi texnikalar var ki, biz onun tam nəticəsini görmək üçün ancaq kursda eləyirik. Və indi hal-hazırda mən əgər sizə açıq dostluqda o duanı necə etməyinizi göstərsəm, amma onu necə düzəltmək lazımdır və yaxud da necə eləmək lazımdır ki, tam mənfi olaraq sizi çökdürməsin. Yəni bunları verə bilmədiyimə görə bu məsuliyyəti mən öz üzərimə hal-hazırda götürə bilmərəm. Ona görə dediyim kimi, amma siz özünüz evdə istədiyiniz hər hansı bir duanı oxuya bilərsiniz və o duanı oxuduqca həmin o nəslin şəfalanmasını Allahdan istəyə bilərsiniz əlbəttə ki. Bugünlük bu qədər. Özünüzə yaxşı baxın. Təşəkkür edirəm.